Bizə qabda 30 qram alüminium və mis qarışığı verir və xlorid turşusu əlavə olunub buradan. 0,6 molda hidrogen alınıb deyir. İlkin qarışıqda misin kütlə payını tapın deyir. Bizdə 30 qram deməli alüminium və mis var. Biz bilirik ki alüminium burada hidrogeni çıxaracaq. Burada da 1,5 mol hidrogen çıxır valentin yarısı qədər. Deməli 0,6 alüminium X-dir, 1,5-ə 27-dir. Buradan da X-i tapacağım mən. X də bərabərdir. 27-ni vururam 0,6-ya, bölürəm 1,5-ə. Buradan da neçə eləyəcək? Bunu hesablamaq lazımdır. Buradan X deyir 10,8. Deməli bizdən nə soruşur burada? Qarışıqda misin kütlə payını soruşur. Omega kuprumu soruşur buradan. Deməli biz normalda ümumi kütlə 30'dur. 30'dan 10,8'i çıxanda 30'dan 10,8'i çıxanda nə edəcək? 19,2 vurulsun 100. O da eləyəcək 64%. Cavabımız 64%.